Həqiqi eşq, yəni Allaha olan eşq bütün insanlarda potensial olaraq mövcud olsa da, bu hamısı üçün real deyil və hər kəs həqiqi eşqinə doğru irəliləmir. Varlığımızın həqiqəti yalnız eşqi ilə münasibətdə, ona yaxınlaşdıqda və ona bənzədikdə sağlam, aktiv və yetkin olur. Həqiqi insan, yetkinliyinə çatmış insan bütün varlığı ilə La ilahe illallah, inna lillah və inna ileyhi raciun həqiqətini qəbul edir və onu qəlbinə yerləşdirir. Bu səbəbdən onun bütün münasibətləri, seçimləri, davranışları və zehni tənzimləmələri əsl eşqinə doğru irəliləməyə əsaslanır. Və doğru yolda, yəni eşqinə çatmaq və ona bənzəmə yolunda irəliləmir.